Axşamınız xeyir, əziz və dəyərli izləyicilər. Birlik Liqası, Ramanı qəsəbə şəhidi Cavid Cabbarzadənin əziz xatirəsinə həsr olunmuş futbol turnirində hər birinizi xoş gördük. Mərkəz vuruşu ilə top meydana daxil edilir. Komandaları təqdim etmək istəyirəm. Hal-hazırda top Kürdəxanı komandasında, qırmızı geyimdə. Onların rəqibi isə Türkan komandası göy geyimdə. Hər iki komanda uğurlar. Hər iki komanda heyəti güclü oyunculardan təşkil olunur. Şahin, top Kürdəxanı komandasında. Şahin ötürməsi qeyri-qeyri. Üçün zərbəsi. Orxan. Real. Türkan. Üzü üstülə. Kürdəxanı komandası topu meydana daxil edir. Rahib. Rahib ötürməsi. Və qapıda biz Asimi görürük. Asim, Elvin. Hər iki komandanın heyətində tanış simalar var və güclü oyuncular. Hər iki komandanın heyəti yüksək səviyyədə. Birlik Liqası, Ramanı qəsəbə şəhidi Cavid Cabbarzadənin əziz xatirəsinə həsr olunmuş futbol yarışı. Qırmızı geyimdə Kürdəxanı komandası, göy geyimdə Türkan komandası. Elvin, Asif, Elvin, Asim, türmədə səhv Rahib. Son anda top uzaqlaşdırılır yan xəttdən. Rahib, Kürdəxanı komandası topu meydana daxil edir. Şahin zərbəsi, Asim müdaxiləsi, Orxan, Şahin, yan xəttdən Kürdəxanı komandası topu meydana daxil edir. Şahin, Orxan, top Kürdəxanı komandasında. Şahin, topa nəzarət davam edir. Asim topu uzaqlaşdırır. Yan xəttdən Kürdəxanı komandası cəld şəkildə topu meydana daxil edir. Rahib, Şahin, komanda yoldaşlarını axtarır. Şahin, Orxan istiqamətində bitirmə. Şahin, hələ ki Kürdəxanı komandası topa nəzarət edir. İndi isə top əks istiqamətə. Asim, Elvin, Vüsal, saldan gözəl ötürmə, zərbə istənilən kimi alınmadı. Relax. Realın zərbəsi qeyri-qeyri. Şahin, Orxan, top Kürdəxanı komandasında. Qısa ötürmələr. Orxan. Orxanın zərbəsi və Asim. İlk real qol şansı. Elsəvər. Ona qarşı güclü pressing. Oradan çıxmaq çətin oldu. Elvin. Şahin. Qarşılıqlı top üçləri. Elvin və Çobud oyun. Cərmə zərbəsi Kürdəxanı komandası. Cərmə zərbəsi topu meydana daxil edir. Şahin ötürməsi. Rahib. Vüsal. Top Türkan komandasında. Xatırlatmaq istəyirəm ki, A qrupu çərçivəsində başlayır bu oyun. Qapıya zərbə Asifdən qeyri-qeyri. Qapısı vuruşuyla Kürdəxanı komandası topu oyuna daxil edir. Rüstəm topu meydana daxil edir. Rüstəmin ötürməsi. Rahib istedadlı oyuncu. Ona qarşı yüzü təzik. Şahin.
Orxan. Asif. Gərgin mübarizə. Kürdaxanı və Türkan komandaları. Hər ikisi güclü və iddialı komandalar. Top ikisi. Müqəddəs. Top ikisi. Və cərimə zərbəsi. Kürdaxanı 0, Türkan 0. Qapıya zərbə və geri dəqiq. Qapısı vuruşuyla. Qapıdan zərbə ilə Asim, Vüsal, Asim, Asif, Rahib top itkisi. Qapıya zərbə və Asimdən gözəl reaksiya. Asif, Vüsal, Adaşır Vüsala doğru ötürmə. Top itkisi. Biraz ehtiyatlı oynamaq lazımdır. Çünki zərbələrin sayı gedidə artır və zərbələrin sonunda penalti zərbələri təyin oluna bilər. Mini futbolun qaydalarına əsasən 6 zərbə penalti ilə nəticələnir. Yan xəttdən Türkan komandası top meydana daxil edir. Asif, Asif, o zaman oyuncu Asif ötürmə qeydəyir. Birlik Liqası, Ramanı qəsəbə şəhidi Cavid Cabbarzadənin əziz xatirəsinə həsr olunmuş futbol turniri. Qırmızı geyimdə Kürdaxanı komandası, göy geyimdə Türkan. Hər iki komanda güclü və Kürdaxanı komandasının hücum cəhdi uğursuz. Vüsal, top Türkan komandasında. Vüsaldan gözəl ötürmə. Piyaz zərbə və Asifdən. Rüstəmdən gözəl seyf. Kün zərbəsi. Türkan komandası kün zərbəsini yerinə yetirəcək. Asifin ötürməsi, qapıya zərbə və qeyri dəqiq. Həmlə buradaca başa çəkir. Zaman çoxdur, yox Asifsə. Oynayın biraz axırı kimi işləyər. İşləyər. Qapıcı vuruşuyla Rüstəm topu meydana daxil edir. Uzun ötürmə, uzun pas. Rahib. Pas keçmədi. Ötürməsi uğursuz. Rahib. Ötürmə. Qol axtarışında Kürdaxanı komandası və ötürmə geridə. Yan xəttdən Türkan komandası top meydana daxil edir. Vüsal, Vüsaldan Adaşı Vüsal ötürmə. Top itkisi. Qapıya zərbə və Asimdən gözəl seyf. Təkrar zərbəyə isə imkan yaranmadı. Qapıdan zərbə. Asim, Vüsal. Gözəl ötürmə Asim istiqamətində. Vüsal. Səliqəli şəkildə Türkan komandası. Türkan oyuncuları hücum cəhdi. Qol axtarışında Vüsal. Ötürmə qeydəlik və cərimə zərbəsi. Hələ ki oyunda hesab açılmayıb. İkinci tur oyunu, ikinci turun oyunu. Türkan 0, Kürdaxan 0. Cərimə zərbəsini Türkan komandası yerinə yetirir. Vüsal. Ya doğru zərbə və qapıcı Rüstəmdən gözəl seyf. Türkan komandası özəl cəhd alınmadı, akrobatik cəhd. Axımlı gol izləyə bilərdik. Şahin, Rüstəm, Şahin, Orxan, Rahib, o da qarşı gücü təzyiq və oradan çıxmağı bacarır. Rahib və Vüsal qarşı durması. Rahib, Rahib, gözəl hərəkətlər, Rahib ötürməsi, qapıya zərbə və Asimdən gözəl seyf. Hələ ki oyunda hesab açılmır, kün zərbəsi Kürdaxanı komandası. Qapıya zərbə və az fərqlə dəqiqlik çatmadı hesabın açılmasına. Qapıcı vuruşuyla Asimin ötürməsi. Vüsal.
Asifin ötürməsi, Asifdən Vüsal doğru ötürmə. Vüsal, Asim. Türkən komandasının əsas simalarından biri olan Asim. Və çobud oyun, çobud. Son dərəcə çobud oyun. Rahib bəlkə də istəyərək olmasa belə Müqəddəsə qarşı sərt oyun. Hər ikisi baxımlı və səliqəli oyun nümayiş etdirən oyunçulardır. Bəlkə də bilərək və ya bilməyərək, nəticə nasıl olmayaraq cərimə zərbəsi təyin olunur. Cərimə zərbəsi Məhəmməd, tamam. Cərimə zərbəsi, Asifin zərbəsi və qapı tirindən. Realın toxunuşu yetmədi. Əşrəmlə və gol! Şirdaxanı 1, Türkan 0. Məhəmmədin zərbəsi, qolun müəllifi Məhəmməd qısa müddət ərzində qapılar qarşısında təhlükəli vəziyyət və Şirdaxanı 1, Türkan 0. Xəzər canlıdır. Hissənin ortalarında hesab asılır. Hərçənd ki, Türkan komandasının real imkanı var idi. Top abitirindən geri qayıtmışdı. Əks düzümdə isə Şirdaxan komandası hesab açır. Şahin, Rüstəm, Türkan komandası təzyiq göstərir. Yətəri güclü və istədəli oyunculardan ibarətdir. Qapıya zərbə. Ay. Hesab bərabərləşə bilərdi. Real topa toxuna bilsə, hesab bərabərləşə bilərdi. İstənilən halda hesab dəyişmir. Vüsal adaşına doğru ötürmə. Vüsal top itkisi. Asim, Vüsal, top Türkan komandasında. Asim, istedadlı oyuncudur Asim. Müqəddəs, Asif, qapıya zərbə və Rüstəmdən gözəl seyf. Türkan komandası bu dəqiqələrdə təzyiqi artırır. Əlbəttə ki, onların heyəti güclü və istedadlı oyunculardan ibarətdir. Onlar hesabla barışmaz. Amma Şirdaxan komandasının da heyəti bir o qədər güclü oyunculardan təşkil olunur. Orxan, ötürməsi Şahin, Rahib, Şirdaxan komandası hücum cəhdi. Rahibdən gözəl hərəkətlər, Rahibin ötürməsi və Rahibdən baxımlı hərəkətlər. Qapıdan zərbə ilə Asif. Oyuncu dəyişikliyi Türkan komandasında. Asif, ötürməsi qeyri-dəqiq, Məhəmməd, gözəl hərəkətlər izləyirik. Şahin, gözəl ötürmə Müqəddəs qarşılayır. Orxan, Asif, oyun davam edir. Oynamaq lazımdır. Gücdən zərbə. Ümid edək ki, Orxanın zərbəsi ciddi deyil. Şirdaxanı 1, Türkan 0. Kün zərbəsini Məhəmməd yerinə yetirəcək. Komanda yoldaşlarını axtarır. Ötürməsi Məhəmmədin güllü istiqamətində. Yan xəttdən. Vüsal, Asim, Asif, top itkisi və cərimə zərbəsi Sarı Bey. Burada yaxşı başa düşə bilmədi onlar bir-birini. Hə, qardaşlar, Şirdaxan komandası bir, oyunumuz aldığı yerdən bərpa olunur. Cərimə zərbəsi, Orxanın ötürməsi, ev tapşırıq qeydə qalınır. Məhəmməd Rüstəm istiqamətində ötürmə. Top hələ ki, Şirdaxan komandasında. Orxan, uzun ötürmə Məhəmməd istiqamətində Müqəddəs. Vüsalın ötürməsi, Vüsal, irəliləyir Vüsal. Ötürməsi Orxan qarşıladı. Orxan, top Şirdaxan komandasında. Rahib, tələsmir Şirdaxan komandası. Hələ ki hesab onları qane edir, amma Türkan komandası əlbəttə ki barışmaz bu hesabla. Bir daha vurulamaq istəyirəm ki, hər iki komanda güclü və istedadlı oyunculardan təşkil olunur.
Şək və şübhəmiz yox. Məhəmməd. Baxımlı hərəkətlər Məhəmməd. Yan xətdən ötürməsi Rahib, ötürmə Məhəmməd və Vüsalın müdaxiləsi. Şahin və Müqəddəsin təzyiqi. Ötürmə Şahindən. Sərbəst olma olmuyor. Şahin, Məhəmməd, Gülü, top itkisi, Vüsal, Asif. Gözəl ötürmələr, Türkan komandası qola yaxınlaşır. Rahibdən gözəl müdaxilə və əks hücum. Orxan. Bu cürünə imkanı, bu cürünə qol fürsətini necə dəyərləndirmə alınmadı. Çox gözəl imkan yaranmışdı. Rahibin kritik müdaxiləsi Rahibin. Şahindən gözəl ötürmə Gülü eyni gözəlliklə davam edir. Zərbəsi və qeyri-dəqiq. Türkan komandasında oyunçular Rahibin zərbəsi. Elsəvər Aziyev meydana daxil olur. Salın əvəzinə. Rahib və cərimə zərbəsi. Ehtiyatlı olmalıdır Türkan komandası. Cərimə zərbəsini Orxan yerinə yetirir. Kürdəxan komandası cərimə zərbəsini yerinə yetirir. Orxan ötürməsi Rahib. Apıya doğru zərbə və müdafiədən müdaxilə. Blok gəlir. Məhəmməd. Rahibə doğru ötürmə. Təkrar ötürmə. Anlaşılmazı. Əşsizün Türkan komandasından. Müqəddəsin ötürməsi Asif. Ötürmə Müqəddəs qapıya zərbə və qeyri-dəqiq. Tapçı vuruşu Kürdəxan komandası. Rüstəm uzun ötürmə Rahib. Gözəl hərəkətlər Rahib. İstedadlı oyuncu Rahib. Gözəl çönür. Qapıya zərbə və eyni gözəllikdə müdaxilə Asiflə. Qocaman futbolçu Asif. Hesab atmasına imkan vermədi. Şahin. Elsəvər. Diqqətli olmaq lazımdır. Şahindən gözəl hərəkətlər. Və penalti zərbəsi. Mini futbol qaydalarına əsasən 6 cərimə və penalti zərbəsi. Məhz cərimə zərbəsin, penalti zərbəsini Şahin özü yerinə yetirəcək. Asim və Şahin. Kürdəxan komandası penalti zərbəsi yerinə yetirir. Görək bu dueldən kim qalib ayrılacaq? Asim yoxsa Şahin? Zərbəni yerinə yetirir Şahin. Bir zərbəsi. Asimdən gözəl refleks. Təkrar zərbə isə qeyri-dəqiq. Möhtəşəmsən Asim. Gözəl reaksiya. Əhsən. Sərt zərbə. Zərbə çox sərt olsa da Asimdən eyni gözəllik. Əhsən. Türkan komandası bu dəqiqələrdə çox ruhlanır. Bu cürünə fürsət. Uğursuz alındı. Qapıya zərbə. Və son anda Rüstəm nəyi xilas edir? Rüstəm, nə inirsən sən? Məşhur bir şərh yadıma düşdü bu arada. Eyni şərhi Asimin xilas etdiyi penalti epizoduna da aid etmək olar. Şahin hissənin sonlarına yaxınlaşırıq. Qısa ötürmə Rahib. Rahib gözəl hərəkətlər, gözəl sıyrılır. Ötürməsi Asim yerində. Asim yerində, keçilməz. Hesab dəyişilməz olaraq qalır. Yan xəttdən Kürdəxan komandası topu meydana daxil edir. Tələsmir onlar. Hissənin sonlarına yaxınlaşırıq. Orxan, Rahib. Məhəmməd. Ötürməsi. Şahin. Şahin ötürməsi Məhəmməd və yerində müdaxilə. Vüsaldan.
Etibarlı oyun. Əhsən. Asim, Vüsal. Vüsal, Asif. Düşən komandası qol axtarışında. Vüsal, Asim. Asim. Mərkəz xəttinə yaxınlaşır Asim. Təcrübəli oyuncu Asim. Apet istiqamətlə zərbəsi və mükəmməl seyf. İki gözəl hərəkət. Və doğru zərbə və gözəl seyf təkrar. Düşən komandası hissənin sonlara yaxın çox fəal. Vüsal ötürməsi Real. Real'ın zərbəsi istənilən kimi alınmadı. Amma Tuşan komandası hissənin sonlarına yaxın. Çox istəkli görünür. Şahin, Rüstəm. Şahin. Top itkisi Rüstəm. Vaxtında sığortaladı. Hissənin sonlarına yaxınlaşırıq. Asif. Və çobud oyun. Şübhəsiz bu cərmə. Cərmə zərbəsidir. Elə görüntülər görmək xoşdur ki, oyuncular bir-birinə qarşı fair play qaydalarına tam riayət edir. Ümidvarıq ciddi bir zəbə olmaz. Asif komandasının ona çox ehtiyacı var. Hər iki komanda güzəyyata sahibdir, hər iki komanda iddialıdır. Hissə sona yaxınlaşır. Zərbəni Asim özü yerinə etirir. Asim ötürməsi. Asim ötürməsi. Qapı istiqamətinə zərbə Asifdən və Rüstəmdən gözəl seyf. Yan xəttdə Tuşan komandası top meydana daxil edir. Asim ötürmə, Vüsal ötürməsi. Rahib ötürməsi. Məhəmməd cəhd uğursuz və Tuşan komandası top meydana daxil edir. Asif, Vüsal, Asif, top itkisi səvər, Rahib, gözəl hərəkətlər, Rahib və cərmə zərbəsi. Hakimin qərarına əsasən bir daha xatırlatmaq istəyirəm ki, Birlik Liqası Ramanı Qəsəbə şəhidi Cavid Cəffarzadənin əz xatirəsinə həsr olunmuş futbol turnirində ikinci tur çərçivəsində qarşılaşır. Kürdəxanı və Türkan komandası 1-0 hesabı ilə hələ ki öndədir və hissənin sonlarına yaxınlaşır və cərmə zərbəsi. Hakim yalnız onun işarəsindən sonra zərbənin vurulmalı olduğunu bildirir. Orxan qapı istiqamətində zərbə və qeydidir. Zərbə ilə hissə başa çatır. Az sonra ikinci hissədən yayımız davam edir. Bir daha hər vaxtınız xeyirli olsun əziz və dəyərli izləyicilər. Birlik Liqası Ramanı Qəsəbə şəhidi Cavid Cəffarzadənin əziz və dəyərli xatirəsinə həsr olunmuş futbol turnirində. Xoş gördük sizləri. İkinci hissədən görüntülər. Top Türkan komandasına komandaları sizə təqdim etmək istəyirəm. Göy geyimdə Türkan komandası, qırmızı geyimdə Kürdəxan komandası və top Kürdəxan komandası. Şahin, Orxan, əla hərəkətlər. Orxan, qapı istiqamətinə istənilən zərbə alınmadı. Qapıdan zərbə. Qapçı vuruşu ilə Asimin ötürməsi Elvin. İstedadlı və təcrübəli oyuncular. Asif, Müqəddəs. Ötürməsi qeyri-dəqiq. Rüstəm, Kürdəxan komandasının kiper Rüstəm. Qapçı vuruşu top meydana daxil edir. Uzun ötürmə Müqəddəs qarşıladı. Yan xəttdən Kürdəxan komandası top meydana daxil edir.
Rahib. 1, 2, 3. Ötürməsi Rahib. İstiqamətinə zərbə və Asimdən gözəl seyv. Maqanın zərbəsi və eyni gözəllik Asimdən. Eyni gözəl qurtarış. Vaxtında cəld başlamaq lazımdır. Asim, Vüsal, Asim, Top Türkan komandasında Asif, top itkisi, kapıya doğru zərbə və Asimdən mükəmməl seyv. Artıq yanılmıramsa ikinci və ya üçüncü Real gol epizodundan komandası xilas etdi. Vüsal, Asif, kocaman oyuncu Asif, top onun nəzarətində. Ötürmədə səhv. Rahib, gözəl hərəkətlər Rahib, ötürməsi Maqa, Asimdən daha bir seyv. Əhsən sənə Asim. Hələ ki komandasını oyunda saxlamağı bacarır. Şahin. Şahin top elə ki onda. Və top itkisi Müqəddəsdən yerində. Pres. Ötürməsi gözəl alınır Müqəddəsin. Kapıya zərbə. Nə baş verdi burada? Aysa ne tut vereceksin? Aysa. Türkan komandası yan xətdən top meydana daxil edir. Təkrar zərb. Kapı boşta. Sen kimi vurun kapıya? Təkrar zərb. Vüsal. Türməsi qeydək. Orxan. Orxan ötürməsi Rahib. Kes onu. Rahib. Ötürməsi Külü. Yan xətdən. Yan xətdən Türkan komandası top meydana daxil edir. Rahib, Rahib. Oynamaq lazımdır, oynamaq lazımdır. Heç bir şey yoxdur. Asif, Vüsal. Asif. Gözəl paslar. Qapı istiqamətə zərbə və gol! Elsəvərin zərbəsi və oyunda tarazlıq bərpa olunur. Türkan 1, Kürdaxanı 1. Əvvəlcədən demişdim. Türkan komandası da asan təslim olmaq niyyətində olan bir komanda deyil və bunun bariz nümunəsi. Türkan 1, Kürdaxanı 1. Maqa. Vüsal. Zərbəsi geridəyir. Rüstəm, Şahin. Uzun ötürmə Şahin, Maqa. Oyun devam edir. Vüsal. Vüsal. Asim. Əla ötürmələr. Asim top uzaqlaşdırılır. Orxan. Rüstəm. Qapıdan zərbə. Şahin. Şahin ötürməsi. Şahin. Şahin. Gözəl hərəkətlər Şahin. Elvin. Elvin onun önündə bir divar kimi. Ələm-ələm ikili mübarizələrdə təslim olan sima deyil. Elvin. Orxan. Gözəl hərəkətlər. Şahin. Maqanın zərbəsi və Asim. İki gözəl hərəkət. Maqa ötürməsi Şahin. Qapı istiqamətinə zərbə qeyri-dəqiq. Asim tələsmir. Elvin. Müqəddəs. Vüsal. Oğlansa.
Orada bir qarşılıq yaranıb. Qapı istiqamətində zərbə və gol! İkinci hissədə Türkan komandasından möhtəşəm geri dönüş. Vüsalın zərbəsi. Türkan 2, Kürdəxanı 1. İkinci hissədə Türkan komandası fırtına kimi əsməyə davam edir. Dalqa-dalqa qol axtarışında və onların bu istəyi öz nəticəsini verir. Müqəddəs, Vüsal. Türkan 2, Kürdəxanı 1. Orxan, gözəl ötürmə. Orxan. Qısa ötürmələr, top ikisi. Müqəddəs. Gözəl hərəkətlər və cərimə zərbəsi. Türkan 2, Kürdəxanı 1. İkinci hissədə Türkan komandası geri dönüş etməyə bacarır. Cərimə zərbəsini Türkan komandası yerinə yetirəcək. Elsəvəri görürük biz topun arxasında. Elsəvər Hacıyev. Qapı istiqamətdə zərbə və gol! İkinci hissədə möhtəşəm geri dönüş Türkan komandasından. Türkan 3, Kürdəxanı 1. Elsəvərin ikinci komandasının üçüncü qolu. Rahib. Rahib. Elsəvər. Realın zərbəsi və gol! Dalğa-dalğa Türkan komandası gəlir və dördüncü gol. İkinci hissədə möhtəşəm oyun sərgiləyir. Türkan 4, Kürdəxanı 1. Qollar arda-arda. Rahib. Rahib. Şahin. Zərbəsi. Müdafiədən blok. Orxan. Şahin. Türkan komandası tələsmir. Artıq tələsmək növbəsi Kürdəxanı komandasında. Asim. Vüsal. Elsəvər. Elsəvərdən gözəl hərəkətlər və top itkisi. Rahib. 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 Maqa, Məhəmməd. Şahin ötürməsi gözəl alınır. Qapı istiqamətinə zərbə isə geridəyik. Asim, Elsəvər. Asim. Gözəl ötürmə. Orxandan gözəl müdaxilə. Orxan. Şahin. Qısa ötürmələr Kürdəxanı komandasından onlar tələsir və tələsməlidir. Məhəmməd. Komanda yoldaşlarını səsləyir, tələsdirir. Şahin. Qol lazımdır onlara. Asimdən gözəl seyf. Və qapıcı meydançasında ona qarşı kobul oyun. Türkan komandası cərimə zərbəsini yerinə yetirəcək. Asim, tələsmir Asim. Elsəvər. Qısa ötürmələr, xırda ötürmələr. Gözəl ötürmələr. Elsəvər. Elsəvər və Orxandan müdaxilə. Orxandan gözəl hərəkətlər, Orxandan. Ötürməsi, Məhəmməd. Şahin. Tələsir Kürdəxanı komandası. Hesabla barışmır. Vaxt onların əleyhinə işləyir. Şahin. Vüsal. Güzel hərəkətlər izləyə bilərdik. Rahib. 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 Vüsal. Asim. Vüsal. Özəl ötürmə. Biraz zərbə və kün zərbəsi. İkinci hissədə qapı istiqamətində zərbə.
İkinci hissədə 360 dərəcə oyunun tempi dəyişdi. Yəni Türkan komandası tam potensialını ortaya qoydu. Şurdaxan komandası heç cür alınmır onlarda. Şahinin zərbəsi isə Asimdən gözəl seyir. Məhəmməd Vüsal Asim Elsevər Asim və Çobut səhv. Ay. Bu epizodda necə dəyərləndirmək alınmaz axı. Necə yararlanmaq olmaz axı. Gəlməz əlbəsə. Şahin Rahib zərbəsi və üçün zərbəsi. Şurdaxanı 1, Türkan 4. Şurdaxan komandası üçün zərbəsi top meydana daxil edir. Şahin Rahib istedadlı oyuncusu Rahib ötürməsi Məhəmməd gözəl çevrilir və cərimə zərbəsi. İstiqamətinə zərbə və müdafiə inamlı təsir bağışlayır. Şahin top itkisi Orxan Rahib qapı istiqamətinə zərbə Asim Orxan Məhəmməd pası gözəl alınır. Məhəmməd o sıxlıqdan çıxmaq nəsib olmadı. Alınmadı. Orxan Asim Vüsal Ağırdaşı görürük biz Şurdaxan komandasında oyuncu dəyişikliyi Ağırdaşı meydanda görürük. Asim Vüsal Ağa Şahin Orxan Şahin zərbəsi blok gəlir Rahib oyun devam edir. Ağa Vüsal yan topunu meydana kazanır. Rahib gözəl çevrilir. Orxan bitirməsi alınmadı. Ağa Şahin Orxan top itkisi gözəl hərəkətlər. Oyun davam edir, oynamaq lazımdır. Qapıya zərbə və gol! Hüseynin zərbəsi 5-1. Hüseyndən gözəl reyd. Türkan 5, Şurdaxanı 1. Emin olar ki, məsələ böyük ölçüdə həll oldu. İkinci hissədə Türkan komandası çox möhtəşəm. Çox şiddətli, çox qəzəbli şəkildə sanki ikinci hissə başlanğıc etdi. Amma birinci hissədə daha yaxşı olan tərəf şübhəsiz ki, Şurdaxan komandası idi. İkinci hissədə onlarda nə baş verdi? Hər halda səbəbini özləri daha yaxşı bir komandanın oyuncuları.
Məhəmməd. Türkan 5, Kürdaxanı 1. 1-0-dan 5-1-ə. Şahin. Zərbəsi və Asim. Asim də bugün kritik müdaxilələrlə yadda qalır. Rahib. Zərbəsi və yenə Asim, yenə Asim. Ağa. Hüseyin'dən gözəl ötürmə. Bravo Müqəddəs. Müqəddəs. Şun zərbəsi top meydana daxil edir. Ötürməsi. Məhəmməd, Rahib. Sıx orada. Sıxdırdı. Sıxdırdı. Maqa. Orxan. Getdas. Şahin. Oyunun talihi böyük ölçüdə hal olub demək olar. Türkan 5, Kürdaxanı 1. İkinci sən sonlara yaxınlaşırıq, amma Rahib. Bəlkə bir təsəlli qol gələ bilər. Rahib. Və top ikisi qapıya zərbə. Elvin. Keçilməzdir. Asim. Tələsmir. Gözəl ötürmə. Asif. Rahibdən müdaxilə. 6-cı qol gələ bilərdi. Vüsal. Sen de oyna Vüsal. Orxan. Şahin. Sık. Orxan. Həm qapçı, həm də oyunçu funksiyasını yerinə yetirir demək olar Orxan. Apı boş. Apı istiqamətinə zərbəsi istənilən kimi alınmadı. Müqəddəsin zərbəsi istənilən kimi alınmadı. Türkan 5, Kürdaxanı 1. Apı istiqamətə zərbə Elvindən və 6-cı qola mane olur Orxan. Elvin. Qüvvətli zərbələri var. Elvinin zərbəsi və üçün zərbəsi. İkili mübarizələrdə onunla mübarizə aparmaq çox çətindir. Birbaşa Asimə doğru ötürmə. Onlar rəqibin gəlməsini gözləyir. Rəqibi üstə çəkmək niyyətindədir Türkan komandası. Rahib bəlkə bir təsəlli qolu axtarır. Burada sadə epizodda bir-birlərini anlaya bilmədilər. Başa düşə bilmədilər. Orada bir gərginlik yaranır. Qırmızı vərəqə təyin olunur Şülaxar komandasının oyunçusuna. Onsuz da komandanın nəticəsi isə ürəkçan deyildi. Qırmızı vərəqə onlar açısından daha da uğursuz oldu. Şahin cərimə zərbəsini yerinə yetirməyə hazırlaşır. Şahin qapı istiqamətinə zərbə və Orxan Asimdən müdaxilə. Rahib gözəl hərəkətə qapıya zərbə və yenə Asim. Məhəmməd zərbəsi. Küncdən zərbə. Tərs toxunur. Orxan. Cərimə zərbəsi.
Elsəvər çox möhtəşəm, çox baxımlı. Cərmə zərbəsi yerinə yetirilir. Və maç başa çatır. Türkan 5, Şurdaxanı 1.